Deməli, sualda soruşulur ki, biz təkfir barədə, xavariclər barədə danışdıqda bu bəzi insanları narahat edir. Və həmən irad olaraq deyirlər ki, necə olur ki, siz şirk əhlini onlara hüccət iqamə etməmiş təkfir etmirsiniz, lakin tohid əhlini onlara heç bir hüccət iqamə etmədən onlar təbdi edirsiniz, onların bidətçi, təkfirçi olduqlarını deyirsiniz. Məgər bu ədalətləndirmi? Bu iradın, bu sualın cavabını xahiş ediblər. Cavab belədir ki, birincisi, elə sualda qeyd olunduğu kimi, doğrudan da bu bəzi insanları narahat edir. Yəni, onlar eşidəndə ki, təkfir barədə, xavaric barədə danışılır. Bu, bəzi insanları narahat edir və bu təbiidir. Yəni, onların narahat etməyə də bilməz, çünki adam özü barədə eşidir ona görə. Lakin unutmamaq lazımdır ki, Peyğəmbər sallallahu aleyhi və səlləm İmam Əhmədin də dediyi kimi, heç bir firqə barədə xavariclər qədər danışdığı kimi danışmayıb. Halbuki Allah Resulü aleyhissalatu və sələmin zamanında xavariclər yox idi. Buna rağmen Peyğəmbər sallallahu aleyhi və səlləm onlar barədə bu qədər danışıb və onların fəsadları, şərləri, əməlləri barədə sahabələrə xəbərdarlıq edib. Əgər bu Allah Rasulunun zamanına xavariclərin olmadığı dönəmə nisbətdə belədirsə, görün indiki zamanda onların fəsadlarının, şərlərinin yayıldığı dönəmdə onlar barədə necə və nə qədər danışılmalıdır. Bu məsələnin birinci tərəfi. Və məsələnin ikinci tərəfinə, irada gəldikdə isə, təbii ki, bu irad yersiz və elmsiz bir iraddır. Çünki bu iradda əsli müsəlman olanlar ilə əslən bidətçi olanların müqayisəsi var. Və bu qiyas da batil qiyasdır. Çünki biz təkfir dedikdə burada söhbət əslən kafir olanların təkfirindən getmir. Ümumiyyətlə, təkfir mövzusu əsli kafir olanlara aid bir mövzu deyil. Və bəzən belə suallar verirlər, gülməli də olsa. Soruşurlar ki, siz yahudiləri, nə bilim, xristiyanları təkfir edirsiniz? Cavab budur ki, biz onları təkfir eləmirik. Çünki onları əslən təkfir etməyə ehtiyac yoxdur. Çünki onlar əslən kafirdirlər. Təkfir mövzusu o adama aiddir ki, o əslən müsəlmandır. Yəni, əsli müsəlman olan birisi, məsələn, təvil, xəta, səhv ucbadından və cahillikdən və ikrah səbəbi ilə və s. küfrə düşdü və şirk olan bir əməl elədi. İndi bu adam bu əməli ilə, bu sözü ilə dindən çıxır ya çıxmır. Yəni, o həmən təkfir olunur ya yox. Yəni, bu təkfir mövzusu əslən müsəlman olan kəslər barədə keçərlidir. Və belə birisi barədə Əhl-i Sünnənin qaydalarına əsasən biz deyirik ki, yəni, əsli müsəlman olan birisi cahilliyi səbəbi ilə və ya başqa səbəblər dolayısıyla küfrə və şirkə düşdükdə ona haqq bəyan edilmədikcə, ona hüccət iqamə edilmədikcə və onun şübhələri aradan qaldırılmadıqca o təkfir edilmir. Çünki yəqinliklə sabit olan bir şey şəkk ilə aradan gedmir. Amma xavariclərə gəldikdə isə, xavariclər əslən bidətçidirlər. Yəni, onların bidətçi adlanmaları üçün onlara hüccətin iqaməsinə ehtiyac yoxdur. Eyni ilə əsli kafirlərin kafir adlanması üçün onlara hüccətin iqaməsinin şərt olmadığı kimi. Bu, bütün bidətçilərə aiddir. Yəni, bir mu'təzili, bir şiyənin və rafisinin rafizi, bir xavaricin xarici adlanması üçün ehtiyac yoxdur ki, ona hüccət qaldırasan. Niyə? Çünki o əslən bidətçidir. Təbdi mövzusu o kəsə aiddir ki, o əslən Əhl-i Sünnənin əqidəsi mənhəci üzərində ola, yəni əsli sələfi olan birisi, məsələn, gəldi, səhvə yol verdi, xəta elədi, əməldə, etiqadda hansısa bidətə düşdü. Belə birisi barədə, yəni əslən Əhl-i Sünnə olan birisi barədə biz deyirik ki, bəli, belə birisi həmən təbdi edilmir, həmən Əhl-i Sünnə dairəsindən çıxarılmır. Ona haqq bəyan edilir, başa salınır, onun şübhələri aradan qaldırılır, dəf edilir, ona hüccət iqamə edilir
və yenə də öz bidətində israr eləsə, öz bidətindən dönməsə, o halda müəyyən şərtlər əsasında o təbdə edilir və ya təbdə edilə bilər. Bidətçi adlandırıla bilər. Amma xavaricləri gəldikdə onlar əslən bidətçidirlər. Eynilə Mu'təzilə və Rafizlər kimi və qeyriləri fərq etməz. Ona görə kimsə gəlib deyəndə ki, sən filan kəsi, yəni ona hüccət iqamə etməmiş necə xavaric adlandırdın? Belə birisinə cavab olaraq deyilir ki, necə ki sən hansısa bir rafiziyə ona hüccət iqamə etməmiş rafizi dedin, mən də eyni ilə hansısa bir xavaricə fərqi yoxdur. Hamısı əsli bidətçilərdir. Hüccət iqamə etməmiş, hansı ki buna ehtiyac da yoxdur, ona xavaric dedim. Yəni məsələ bu qədər sadədir və bayaq dediyim kimi bu irad da yersiz və elmdən uzaq bir iraddır. Və son olaraq bir şey də qeyd edeyim. Yəni demək ki, bu ədalətdəndirmi? Yəni çox qəribədir, görün kimlər ədalətdən danışır. Yəni bu cahillər, bu yazıqlar demək olar özlərindən başqa, yəni özləri kimi etiqad etməyən, özləri kimi fikirləşməyən hər kəsi təkfir edən cəmaatlardır. Yəni məsələn götürək bizim özümüzü bunlar kafir sayırlar. Necə olur? Bu ədalət olur. Sən tohid əhlini, sünnət əhlini, ibadət əhlini, müsəlmanı kafir görməyin. Bu adi bir şeydir, bu ədalətdir. Buna görə mənim sənə xavaric deməyim bu ədalətdən deyil. Eləmi? Yəni budurmu sizdə olan ədalət tərəzisi? Yəni bir adama xavaric demək onu təkfirləmək deyil. Onun bidətçi olduğuna hökm verməkdir. Yəni biz bunların bidətçi olduqlarını demişik, bunlar bunu ədalətsizlik kimi qələmə veriblər. Bunun müqabilində bunlar bizi təkfir edirlər. Bu isə ədalətdir. Yəni məntiqə fikir verin. Eyni ilə rafizlər kimi. Məsələn görürsən ki, gəlirlər və nə üçün siz, yəni əhlüsünnə irad tutaraq deyirlər ki, nə üçün siz birinci xəlifə olaraq Əlini tanımırsınız? Subhanallah. Biz tutaq ki, birinci xəlifə olaraq Əlini tanımadıq. Dördüncü xəlifə olaraq tanıdıq. Bunu harasa qoymaq olur. Siz Əbu Bakr, Öməri, Osmanı ümumiyyətlə kafir sayırsınız. Bəs bunu hara qoyaq? Yəni eyni rafizlər kimi. Və başqa bir tərəfdən onu da qeyd edeyim ki, yəni bunlar nəinki sıravi insanları, sıravi müsəlmanları, ümumiyyətlə alimləri təkfir edən cəmaatlardır. Alimləri təkfir edən. Təsəvvür edin, əhlüsünnə alimləri məsələn İmam Barbahari kimi digər alimlər öz kitablarında bu şeyləri qeyd ediblər ki, hansısa bidətçiləri biz alimlərə olan münasibət ilə tanıya bilərik. Məsələn, gəlib birinin yanında İmam Buxarinin adını zikr edirsən, görəndə ki, bunun üzü turşudur, bilirsən ki, bu xarab adamdır, əqidəsi salamat adam deyil. Və bu daima da belə olub. Yəni insanları alimlərlə imtahan ediblər. Bu günümüzdə də bu ümmət alimsiz deyil ki, bu ümmətin alimləri var. Və təsəvvür edin, bunlar nəinki bu alimlərə dil uzatmaq, bidətçi demək, hətta bu alimləri təkfir edirlər. Şeyx Albani kimi, İbn Baz kimi, Şeyx Fovzan kimi, İbn Useymin kimi, digər alimləri təkfir edirlər. Sən alimin tutaq ki, indi zəlalətə düşmüsən, hansısa yola girmisən, özün bilərsən. Alimin hansısa sözü ilə tutaq ki, qane olmaya bilərsən, razılaşmaya bilərsən. Biz bundan danışmırıq. Biz demirik alimlər məsumdur, yox. Biz alimlərin təkfirindən danışırıq. Yəni bu cəmaatlar bugün adlarını sadaladığım, sadalamadığım, demək olar bütün, yəni yer üzündə olan bütün alimləri, özləri kimi düşünməyən, özləri kimi etiqad etməyən hər kəsi, fərqi yoxdur, sıravi deyə alimdir. Baxmırlar ağına, bozuna, hamısını təkfir edən cəmaatlardılar. Yəni bunlar sözün əsl mənasında təkfir xəstələrdirlər. Bu ədalətdir, bütün bunlar. Lakin bunlara, bütün bunların müqabilində kimsə xavaric deyəndə, bu ədalət olmur. Halbuki biz bunlara, yəni xavaric dediyimizə görə bunlar xavaric olmayıblar. Biz bunlara xavaric deməsək də bunlar onsuz da xavaricdilər.
Barakallahu fikum ve sallallahu ala Muhammed ve ala alihi ve sahbihi ve sellem. Son bir soru. Esselamu Aleyküm. Bir kişi şirkten beri olduğunu söylüyor. Cehaletin mazeret olmadığına inanıyor. Ama cehalet mazerettir diyen kimseler hakkında ben bunlara bir şey diyemem diyor. Bunun hükmü nedir? Genel özet olarak bu şahıs bizim kafir dediğimiz insanlara kafir demiyorsa biz buna da kafir deriz. Sonralardan Maturidi akidesi gelmiş, Allah Azze ve Celle arşa istiva değil de istila etmiştir. Allah nerededir? Her yerdedir. Tuhaf tuhaf manalar veren kafirler olmuştur. Sonra biz Mu'tezile'yi ve Eş'arileri tekfir ettiğimizde hoplayıp zıplıyor o müşrikler. Onları tekfir etmeyenler de aynı şekilde müşriklerdi. Onlarla ilgili dersler de yapacağız. Onlar ne kadar konuşurlarsa konuşsunlar, kendileri müşriklik olmalarından kendilerini kurtaramayacaklar. Ya arkadaş, şimdi namaz kılacağım da namazda elimi kaldıracağım da nerede namaz kılacağım? Öyle mi? Aman aman cemaatle namaz kılın. Cemaatle namaz kılmak vacip. Tamam, bunlar hepsi doğrudur. Yani bunlarda bir yanlışlık yoktur. Bunlar Resulullah Aleyhisselatü Vesselam'ın uygulamasıdır. İyi de benim arkasında namaz kılacağım Müslüman bir imam yok ki. Türkiye gibi darul küfür beldelerde, ülkelerde yalnızca cuma namazı değil, hiçbir namaz onların şirk ve küfür cemaatleriyle birlikte asla ve asla namaz kılınmaz. Bu sebeple bütün Müslimlere ve aklı başında olan dinini, ahiretini ve Rabbini razı etmeyi dert edinmiş her bir bireye, her ferde şunu özellikle Allah için nasihat ediyoruz ki kafir belamların, cami imamlarının arkasında ve onların küfür cemaatlerinin içinde onlarla birlikte ibadet etmeyin, ibadet paylaşmayın ve namaza durmayın. Zira Kabe imamları Müslüman mı? Umre'ye gidince arkalarında namaz kılınır mı? Kabe imamları Müslüman değiller. Yani Melik Abdullah'ı, Kral Abdullah'ı övmeyen, Müslüman demeyen kimseyi oraya imam yapmıyorlar. O kafirlerin arkasında namaz caiz değil. Çok soruşulan suallardan bir tanesi de bugün biz Mekke'ye gittik. Efendim biz bugün Medine'ye gittik. Efendim biz neyiniyek? Mesela orada Kabe'de namaz kılan imamların, Medine'de namaz kılan imamların arkasında biz namaz kılabiliriz yoksa kılabilmeliyiz. Cevap olarak biz onu dedik ki bu hemen Mekke Medine imamlar olsun ve diğer mescid imamlar olsun, orada çoxsu yani zaten belədir. Bunlar nedir? Bunlar hamısı tağutun vəli əhdinə girmiş və onun əmri altına girmiş və onu özlərinə əmir olaraq qəbul etmişdir. Və onun vəlayəti altında olanların arkasında namaz kılmaq caiz değildir və onlar çünki müsəlman deyildir. Səbəb odur. Yəni namaz kılmamalarının səbəbi çünki o imamlar müsəlman deyil. Yəni bugün Mədinə imamları olsun, bugün Məkkə imamları olsun, bunlar genel olarak müsəlman değildir. Halbuki terör kim terörü inkar ederse de o kafirdir. Bu terör kim terörü inkar ederse de o kafirdir. O kafirdir. O kafirdir. Ne yapıyor? Bunlar imama kafir diyorlar. Devletin imamına kafir diyorlar. Haşa! Osmanlı'ya kafir diyorlar. Haşa! İmam da kafir. Sen de kafirsin. Sana kafir demeyen de kafir. Bu kadar basit. Ebu Katade'ye soruluyor. Elbani mürciye midir? Cevap olarak ne beklersiniz? Yani muvahhid bir alim Elbani'nin mürciyeliğinden önce Elbani'nin İslam'ının konuşulması lazım demesi lazım. Yani bu adam Müslüman değil. Elbani'nin mürciyeliğinden önce Elbani'nin İslam'ının konuşulması lazım demesi lazım. Yani bu adam Müslüman değildir demesi lazım. Hocam Suud alimlerine karşı tutumunuzu biliyoruz. Aynen Amerikan karşıtıyız. İbn Hüseyin hakkında ne düşünüyorsunuz? Çok ilimli biridir. Gerçekten ilimli biridir. Tevhid kitabını okudum aynen. Çok güzel bir kitaptır. Bayağı faydalı. Son tevhid videosunda da ondan nakiller verdiniz. Doğru. Yiğidi öldür hakkını yeme. Şimdi Allah Azze ve Celle tağutu reddetmeyene Müslüman demiyor, doğru mu? Bakara 256'da tağutu reddedene Allah'ın ipine sarıldığını söylüyor. Bakara 257'de de وَالَّذ۪ينَ كَفَرُوا اَوْلِيَاهُمُ tağut diyor. Yani kafirler tağutun dostudur, tağutu reddetmezler diyor. Ulaike ashabunnar hum fiha halidun. Onlar cehennem ehlidir, orada ebedi kalacaktır diyor. O yüzden tağutu reddetmeyen kafirdir. İbn Hüseyin Suud kralına, tağut Suud kralına veliyül emir diyor. Emirül müminin diyor. İbn Hüseyin daha tağutu reddetmemiş. Daha tevhid ehli değil yani. Ama ilmi var mı? Var. Alim mi? Alim. Adamın hakkını yiyemeyiz. Aleyküm demiş. Ve aleyküm selam. İbn Hüseyin, Elbani, Abdülaziz bin Baz akideleri hakkında görüşleriniz nelerdir demiş arkadaşım biri. Biz bunları tekfir ediyoruz. Bunları tekfir etmeyeni de tekfir ediyoruz. Şirk koşan bir avama rahat bir şekilde müşrik diyorsunuz ama şirk koşan bir alime müşrik diyemiyorsunuz, tekfir edemiyorsunuz. Şefaati Allah'tan başkasından isteyen insana rahat bir şekilde tekfir ediyorsunuz. Onun tekfirinde silsile gidiyorsunuz. Ama bunları söyleyen bir alime, eski dönemlerde yaşayan bir alim olsun, buna gelince
burada duraksıyorsunuz, ona Müslüman diyorsunuz. Eşarileri, Maturidileri günümüzde tekfir ediyorsunuz ama onların eski alimlerine Müslüman diyorsunuz. Bu nasıl bir akide biz de anlamıyoruz yani. Biz de bundan dolayı hissediyoruz ki sizler kafirsiniz yani. Sizler ne yaşadığınızı bilmeyen insanlar. Selamünaleyküm hocam. İmam Tabarani Peygamber sallallahu aleyhi ve sellemin kabrinden yardım dilenebilir. Böyle bir görüşü var mıdır? Açıklar mısınız? Bir de İmam Ahmed'in müsnedinde Hasan radıyallahu anh'ın Peygamberimiz sallallahu aleyhi ve sellem'den yardım dilemiş. Allah tağutların sizin ve bütün Müslümanlar için kurduğu tuzakları başlarına geçirsin. Kardeş tam olaraktan söylememiş, ben söyleyeyim. İşte bir tane bedevi Peygamber aleyhissalatu vesselamın kabrine gelmiş. Peygamberimizin kabrine kapanmış. Demiş ki ey Allah'ın Resulü, Allah diyor ki onlar nefislerine zulmettiklerinde sana gelselerdi ve senden istiğfar talebinde bulunsalardı, sen de onlar için Allah'tan mağfiret dileseydin Allah onları bağışlardı. Ben de nefsime zulmettim, sana geldim senden istiğfar talebinde buluyorum diye. İşte birileri rüyasında görmüş ki Allah bu adamı affetti veya adam bir ses işitmiş gayipten ki senin günahların affolundu diye. Şimdi bu kıssa mesela bu bir kıssa. Yani kardeşimizin zikrettiği kaynakta geçiyor. İşte İbn Kesir bunu tefsirine almış. İmam Kurtubi veyahut da bunu tefsirine almış. Kardeşlerim, şirk içerikli rivayetleri kim kitabına alırsa alsın fark etmez. Bizim için o batıldır. Şirk akidesini savunan kim olursa olsun kardeşlerim müşriktir. İnsanları şirke davet eden, şirki meşrulaştıran veya şirke dair insanlara delilleri zikreden insan kim olursa olsun müşriktir. Başının üzerinde önünde imam yazması veyahut da geçmiş dönemlerde yaşaması veyahut da bir takım kitaplar yazması kişinin şirke girmesine engel değildir. Akidemizde samimi isek eğer, yani ikiyüzlülük yapmıyorsak eğer, şirki savunan ve insanları şirke davet eden insanların da müşrik olduğuna, hatta şirki meşrulaştırıyorsa tağut olduğuna itikad etmemiz gerekir. Ben kendi adıma söylüyorum, ben zaten böyle itikad ediyorum. Şirk koşan bir avama rahat bir şekilde müşrik diyorsunuz ama şirk koşan bir alime müşrik diyemiyorsunuz, tekfir edemiyorsunuz. Şirke dair insanlara delilleri zikreden insan kim olursa olsun müşriktir. Şefaati Allah'tan başkasından isteyen insana rahat bir şekilde tekfir ediyorsunuz. Onun tekfirinde silsile gidiyorsunuz. Ama bunları söyleyen bir alime, eski dönemlerde yaşayan bir alim olsun. Buna gelince burada duraksıyorsunuz, ona Müslüman diyorsunuz. İnsanları şirke davet eden insanların da müşrik olduğuna, hatta şirki meşrulaştırıyorsa tağut olduğuna itikad etmemiz gerekir. Ben kendi adıma söylüyorum, ben zaten böyle itikad ediyorum. Yani şirki insanlara meşrulaştıran insan kim olursa olsun, ister tarihte, ister günümüzde yaşasın fark etmez. Onlar hakkındaki bizim düşüncemiz bu şekilde. Buyurun. O İbn Teymiye'yi bağlar, beni bağlamaz. Şeyhülislam'ınız. Yok benim Şeyhülislam'ım falan değil. Ağzımdan İbn Teymiye çıkmadı benim. O onu bağlar, beni bağlamaz. Tamam. Tahavi müşrik mi? İmam Tahavi müşrik mi? Evet evet, bana göre Maturidi akidesinde olanlar ne İmam Maturidi'yi temsil eder ne İmam Eşari'yi temsil eder. Maturidi akidesinde, Eşari akidesinde olanlar normal müşriktir benim için. İmam Tahavi de müşrik ettiniz. Evet evet. Bir sorum var. Ama ben bu soruyu belli bir grup adına soracağım aslında ama bu bu sorunun yayınlanmaması ihtimaline karşılık ses kaydı almak mümkün olur mu yani? Yaklaşık 15-20 kişilik bir grubuz orada. Yani küçük bir grup. Başımızda bir ilim talebesi yok hocam. Bunu özellikle belirtiyorum. Haftanın 3 günü sizin daha önce çekilmiş olan videolarınızdan işte akaid, fıkıh, Esma-i Hüsna, davet fıkhı gibi derslerinizi izleyip sonra soru cevap yaparaktan dinimizi öğrenmeye, yaşamaya ve çevremizdekileri anlatmaya çalışıyoruz. Çalışma. Bugünlerde bize bir fitne isabet etti. Yani bu küçük bir grup olmamıza rağmen şöyle bir şey oldu. Müslüman olduğunu bildiğimiz, bunu da özellikle altını çizerek söylüyorum. Müslüman olduğunu bildiğimiz bazı kişiler bize gelip sizin yıllar önce yayınlanan bu, yani belki canınızı sıkacak ama yani Veciz 47 ve 48 derslerinizle ilgili bir delil göstererek dediler ki işte Halis Hoca Darül Küfür'de muhakemeye cevaz veriyor dediler.
Sonra dediler ki hani bir izleyelim bakalım. Biz de açtık hatta videoyu hep beraber 15-20 kişi videoyu izledik ikisini de. Videonun sonunda bu 15 kişi olmamıza rağmen bölündük. Yani 5 kişi farklı düşündü, 10 kişi farklı düşündü. Ha, bu çok önemli değildi. Hani farklı düşünebilir ama sonra iş çığırından çıktı, tekfirleşmeye kadar gitti. Yani o 5 kişi 10 kişiyi işte siz eğer bu görüşteyseniz işte falan diye. Bu kəs özü isə, yəni bu Halis Bayancıq, bu şəxs, bu zat özü heç bir zaman sələf etiqadında olmayıb. Nəinki sələf etiqadı, heç bir zaman müsəlman olmayıb. Yəni bu şəxs bir neçə məsələdə küfr etməyib. Yəni deyək ki, bir neçə məsələdə küfr edib, digər məsələlərdə etiqadı səhihdir. Yox. Bu və bunun kimi kəslər əsli kafirlərdir. Bunlar bizim etiqada görə heç vaxt müsəlman olmayıblar və İslam'a girməyiblər. Bu kəs özü isə Seyyid Qutub kimi ixvan, Mufavvada və Murciyə qarışıq bir etiqad sahibidir.